Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü es-sena'u lillahi rabbil alamin. Vel akibetu lil muttaqin. Summa salatu ve selamu ala Resulillahil emin. A'ni Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi teyyibine tahirinel me'asumin. Siyyama namusul dahr veliyyil asr Hüccet ibnil Hasan. Accelallahu teala faracahu şerif ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed ve ali Xudavənd mütəal gələn günlərimizi xeyr eləsin inşallah. İbadət, itaətlərimizi qəbul eləsin. Və bu dünyada gedən Həzrəti Musa və Firon ya Qarun mübarizəsin Həzrəti Musaya və Həzrəti Musa kimi insanlara Xudavənd mütəal yardımcı olsun inşallah. Bəzi insanlar var həyatda, onlar həyatlarını fərqli yaşayırlar. Yadınıza gəlsə, biz bu İmam Səccad əleyhissalamın Məkarimul Əxlaq duasını başlayanda, ən birinci dərsdə demişdik ki, bizim böyüklərimiz bizə deyiblər ki, bu duanı hər gün oxuyun. Bu duanı hər gün oxumağı o Seyyid ki tapşırmışdı bizə. Bu duanın hər cümləsini onun həyatı ilə uyğunlaşdıranda görürsən ki, hər sətrini əməli surətdə göstərib dünyada. O Seyyid. O insanlar ki, özlərini, canlarını işdən qabaq bilirlər. İşi canlarına fəda edirlər. Amma onlar ki, işi əsas bilirlər, ona görə canlarını o işə fəda edirlər. Birinci dəstə əsasən zalimlər, kafir, müşriklər, fasik, münafiq, fasid, facirlər. Əsasən belə eləyirlər. İşi qurban verirlər. Amma onlar ki, pakdırlar və məqsədləri özləri pak olandan sonra digərlərini də pak etməkdir. Onlar özlərini fəda edirlər işə. Əsas işdir. İş nədir? İş bundan deyil ha. Misal üçün, bir nəfərin zavodu var. Gündə 100.000 pul verir buna, qazanc verir buna. O öz canını o zavoda fəda etməlidir. Yox. Birdən canına nəsə olsa, zavodu fəda eləməlidir.
Söhbət bu işdən getmir. Söhbət dünyəvi işlərdən getmir. Söhbət gedir Allahın Quranda qərar verdiyi iş. Söhbət gedir Allahın Quranda tapşırdığı din. Söhbət ondan gedir ki, Xudavənd Mütəal Qur'an-ı Kərimdə o din ki tapşırıb, kimin ilə o din tamamlanır və haçan Allah o din tamamlananda haçan Allah razı olur. Deməli, Allahın razılığı ən mühüm işdir. Burada insan özün fəda etməlidir o işə. Yəni Allahın razılığına fəda etməlidir. Lazım olsa yanındakın. Lazım olsa ətrafı. Hər halda, yəni mühüm ki Allahın razılığıdır, mən mühüm deyiləm. Ona görə özümü fəda edəcəyəm ona. Amma kafirlər və onlar kimi dəstələr işi qurban verirlər özlərinə. Halbuki bilirlər ki, onları da bastıracaqlar. Onlar da öləcək. Mühüm məsələ budur. Ki, bugünkü gün bu açıq-aşkar görsənir. Yəni, 37 gün bundan qabaq təqribən həmən o şəxs bədənini o işə fəda elədi, ruhunu da Allaha fəda elədi. Ruh belə şey deyil ki, insan bədənini Allaha fəda eləmir. Allaha lazım deyil. O Quranda yazılıb, Xudavənd Mütəal buyurur ki, sizin kəsdiyiniz qurbanların əti qanı Allaha lazımdır. Allah deyir, bizə lazımdır. Əgər birdən sənin bədəni və nəsə olsa o iş uğrunda, Allah deyir ki, o bədənin mənə lazımdır. Bədənin o işə lazım idi, getdi. İndi ruhun mənlikdir. Deməli, insanın Allaha qurban olması ruhunun ona fəda olmasıdır, nə bədəninin. Fərqi budur. İnsan bu cür bilməlidir. Allah rəhmət eləsin Seyyidə. Allah ruhun bizlərə şəfaətçi qərar versin inşallah. Bəli, o ağa bizə buyurmuşdu ki, Məkarimul Əxlaq duasını hər gün oxuyun. Biz də götürdük o duanı, dedik ki, şərh eləyək, görək nə var orada ki, bu böyük ağa bizə bu duanın hər gün oxunmasını tapşırıb. Və siz də inşallah baxarsınız mətnə. İndi həftədə bir dəfə ya 2 həftədən bir dəfə olur, ya ayda 2 dəfə olur. Biz baxırıq bir yerdə bir cümləsinə, 5 cümləsinə baxırıq. Amma siz hər gün oxusunuz onu və o da gözümüzün qabağındadır. Baxacaqsınız ki, o bunu yaşayıb. Yaşayıb və elə bu Məkarimul Əxlaq duasının, bunu da deyim sizə, biz dua deyirik də buna. Məkarimul Əxlaq duası. Biz belə baxırıq buna. Dua deyil əslində bu. Əslində bu həyatı bir proqramadır. Biz dua deyəndə nə başa düşürük? Rəbbənə atina fid dünya həsənə. İlahi, dünyada mənə həsənə ver. Düdün, çıxdın, getdin. Heç mənasına baxmırsan. Deyiblər sən ki, dua elə, sən də dua eləmsən. Məsələ bitib, amma duanı bu Rəbbənə atina fid dünya həsənənin özünü bir xırdalamazsan ki, bu nə var bunun içində? Mənə ki, deyiblər, bu Rəbbənaları, məsələn, qunutda deyin, dualarınızda deyin. Əslində, orada bir mesaj var da mənə. Onun içində bir mesaj var mənə. Ki, mən başa düşməliyəm ki, bu içində bunu niyə tapşırıblar mənə? Bir nəfərin ruziyə ehtiyacı var. Deyir ki, ya xaliq olan Allah. Burada xaliq olan Allah demirsən axı, deyirsən, ey raziq olan Allah. Çünki sənin ruziyə ehtiyacın var. Nə ehtiyacın var, o ehtiyacın müqabilində Allahın adı hansıdır, ona uyğun sən dua edirsən.
Məkarimul əxlaqın adı bu nə idi? Məkarimul əxlaq. Məkarim kəramət sözünün cəmidir. Əxlaq da əxlaq. Yəni ən gözəl əxlaqlar. Ən gözəl əxlaqlar, kəramətlər var bu duanın içində. Hansı kəramətlər? Hansı ki insan onu həyatında piyadə eləməlidir. Həyatında onu yaşamalıdır. O şəxslər onu yaşayıblar. Gəldik bu yerinə çatdıq. Buyurur İmam Səccad əleyhissalam və min mərarəti xavfiz zalimin həlavətəl əmənə. Buyurur ki, ilahi, zalimdən gələn qorxu acılığı ki var, zalimdən gələn qorxu acılığı. Kömək et mənə, o acılığı şirinliyə çevirim. Zalimdən gələn qorxunu əminamanlığa çevirim. İmam Səccad əleyhissalam burada buyurmaq istəyir ki, nə edirsən et, necə yaşayırsan yaşa təmiz. Zalimdən mütləq sənə nəsə gələcək. O da onu deyirdi də. O kişi onu deyirdi. Deyirdi ki, mənə deyirsiniz ki, o deyir, bunu getirib buradan qoyaq, olmayacaq. Deyir, mən sizə deyirəm ki, bunu buradan getirib buraya qoysaq da olacaq. Bunu bu tərəfə qoysaq da olacaq. Bunu o tərəfə qoysaq da olacaq. Bunu o birisi tərəfə qoysaq da olacaq. İstəyirsiniz, hər nə eləyirsiniz, eləyir. Bu olacaq. Çünki bunun işi budur. Aydındır? Bunun işi budur. Yəni, o mənə desə ki, misal üçün, diginən 1, 2 demə, siz də deyirsiniz mənə ki, gəl bir də 1 deyək, 2 deməyək, qutaraq şərrindən, qutarmayacaq. Bu, ümumi məsələdir. O, onun xislətidir. O, zalimin xislətidir, xislət. Onun sifətidir. Çox qəribədir ki, zalim onu yaşayıb, o xisləti ki, zalim qazanmalıdır, qazanıb, özü bir əhsəni vəc, ən gözəl surətdə qazanıb. Biz ki, möminik, bizdə olan xislətlər olmalıdır, o yoxdur. Nə bir əhsəni vəc. Yoxdur. Amma o, bütün gücünü qoyub onu qazanıb. Amma biz ki, adım mümin, amma bütün gücümü qoyub nəyi qazandım? Heç nə qazanmadım. Hələ bəzi şeylər var ki, paralel eləmə oyla, biraz dərinə geçsən, görərsən ki, bəli, elə mən o sinxiyyət var, bir bağlılıq var. Buyurur İmam Səccad əleyhissalam və min mərarəti xavfi zalimin. Zalimdən mütləq nəsə çıxacaq. Kimə tərəf? Məzluma tərəf. Mütləq çıxacaq. İndi burada xof var. Ki, bu gəlir axı. O gəlirsə xof var. İlahi, bu xof ki var, bunun acılığı var, bunu şirinliyə çevir. Şirinliyə çevir, bunu əminamanlığa çevir. Nə əminamanlıq ki gəlməsin? Yox. Mat qalsın. Mətəl qalsın. Başına vursun. Ki, nə oldu bu? Mən bu boyda adam, hansı ki bütün hamısı məndə. Nə oldu bu mətəl qalmışam? Bunu Allahdan istəmək lazımdır ki, insana bunu Allah versin. Və sən də ondan gələn yüzə özün ondan cavab ver. 90'ı da Allah nə eləsin? Qələt elətdirsin. Səndən heç nə gəlməyəndən sonra, bir də gəlməyəndən sonra Allah nə eləsin? Aydın deyil? Bax, bu həmən o kişinin həyatı idi, bu cümlə. O həyatda onu piyadə eləmişdi.
göstərdi həyatda ki, bu belə olur. Bu bir cümlə qalmışdı keçən abzasdan ərz elədim. Təzə abzas. Allahumma salli ala Muhammedin və alih. Biz demişik də, bütün abzaslar salavatla başlayır. İmam Səccad əleyhissalamda. Dalıcan buyurur, və cəəlli yədən ala mən zələməni. İlahi, tərcümə belədir. Və cəəlli, qərar ver mənim üçün. Yədən bir əl, ala mən zələməni. Mənə zülm edənin müqabilində, üstündə. Yədən əl, yəni qüdrətən. Yəni qüdrət ver. O bəzən insan Allaha deyir ki, ilahi mənə qüvvət ver. Quranda ayələr var. Ki ilahi mənə qüvvət ver. Bəzən qüvvətdən sonra Allaha deyirsən ki, ilahi qüdrət də ver. Bunlar fərqli şeylərdir. Qüdrətlə qüvvət fərqlidir. Qüvvətdə fərdilik var. Adətən deməzlər. Məsələn, ilahi bu 10 nəfərə qüvvət ver, bu işi görsün. Adətən deməzlər. Deyərlər, ilahi bu 10 nəfərə qüdrət ver, bu işi görsün. Fərqlidir. Cəm olanda qüdrətdir, fərdi olanda qüvvət. Məsələn, Xudavənd Mütəala buyurur ki, biz Həzrəti Davuda qüvvət verdik. Qüvvət verdik bu Calut məsələsində. Talutu məhv elədi. Orada deyib, qüvvət verdik. Orada da dua eləyirdik ki, ilahi bu dəmiri ram eləməndə və onu ilə məni qüvvətləndir. Nə qüdrətləndir, yox. Bəs qüdrət nədir? Qüdrət adətən bir nəfərə aid deyil. Və lisanən əla mən xaseməni. İlahi, mənə bir dil ver. Orada buyurur ki, bir əl ver. Zülmün üstündə, yəni bir qüdrət ver. Bu hissədə deyir ki, və lisanən bir dil ver. Əla mən xaseməni. Məni ilə hər kəs düşmənçilik edir, onun qabağında mənə dil ver, məntiqlə danışım oynan. Bir dilimdə bir qüdrət qoy, dilimdə qüdrət qoy. Mən düşmənimə cavab verə bilim. Bu da mühüm məsələdir. Bəzi insanlar var, düşməni var qabağında, danışa bilmir. Dilində o gücü yoxdur. Onu ən yaxşısını bizə göstərdi Həzrəti Musa. Allah buyurdu ki, bu Firon, innehu təqa. Bu tuğyan edir bu. Musa, bu Firon tuğyan edir, innehu təqa. Tuğyan edir. Ged üstünə. Ged üstünə deyəndə Həzrəti Musa əlini açır. Rəbbi şrəhli sədri və yəssirli əmri və hlul uqdətən min lisani yəfqəhu qavli. Dalıcan deyir. Və Harunə əxi. Qardaşımı da ver. Tək eləmə. Dilimi aç, filan elə, bunların hamısı. O dilində biraz deyir də, onda qaynar su içmişdi. Nəsə olmuşdu. Həzrəti Musanın dilində bir balaca pəltəklik var idi. Deyirlər, Peyğəmbərin vücudunda nöqsan olmaz. Amma bu ayə olduğuna görə də məcbur qəbul eləyəydi. Ayədə var. Quranda ayə var. O ayədə Firon deyir ki, estağfurullah, o Həzrəti Musanı aşağı götürmək üçün deyir ki, bu pəltək nə deyir? Quran ayəsidir. Sən pəltək olmağına baxma, ya əli şikəst olmağına baxma. Ona baxma. Sən onun içinə bax, onun kamalına bax. Sən ona bax.
Sən onun Allah qabağında kamil olmağına bax. Ki, hansı şəkildə kamala çatmışdı? Nə olsun? Əli şikəsti. Nə olsun? İnsan əli şikəst ola bilər. Nə olsun? Dilində qüsur var. Ola bilər. Problem yoxdur. Amma sən bax, Firon qoşununun sayı hesabı yox idi. Həzrəti Musa'da neçə nəfər idilər ki? Olsunlar üst-üstə 300-400. Amma onlar kalan idilər. Amma axırda nə oldu? Axırda üçün Həzrəti Musa kamil insan idi. O birisilər də bunun yanında, çünki yanındadılar, buna tabi idilər. Çünki Həzrəti Musa kamil insan idi. Xudavənd-i Mütəal suya dedi ki, boğ onu. Firolu boğ. Bilsən nə üçün? O nə cürət eləyib? Mənim adamımı hücum eləyib. O nə cürət eləyib? Bir boğ onu. Suya əmr elədi, boğ. Belə olur. Bir deyirsən, Xudavənd-i Mütəal küləkə əmr eləyir, dağı donuyur. Yəni, Allahın əlindədir. Bir deyirsən, yağışa əmr eləyir, filan işi gör. Bunlar Allahın əlindədir. Bunlar Allahın qoşunudur. Biz, məsələn, Trump deyəndə, Allah lənət eləsin. Trump deyəndə elə bilirik ki, Trump'ın bütün əli, dili, qolu öz ixtiyarındadır. Öz ixtiyarında deyil ki. Trump'ın da dili Allahın qoşunundandır. Onun da əl-ayağı Allahın əskəridir. Allahın əskəridir. 40 il bundan qabaq onun bir-iki əzası bir iş görüb. 40 ildən sonra qabağındadır. Allahın əskəridir. Və 40 ildə Allah Teala nə edib? Bunu məxfi saxlayıb. Gizlədib. Allah mı gizlədib? Ta o vaxta qədər ki, cürət eləməyib. Onda ki, gəldi, cürət elədi kamil insana. Allah buyurdu ki, bu pərdələri yırtdı. Açın, qoyun ortalığa. Qoy hamısı baxsın. Belədir, Allahın işləri belədir. Diqqətli olmaq lazımdır. Bu tək onun üçün olmur. Bu hamısı üçün ola bilər. Ağlamalıdır. Və lisanən ələ mən xaseməni. İmam Səccad əleyhissalam buyurur ki, ilahi, mənə bir dil ver. Ələ mən xaseməni. Əla harda gəlsə bilin. Üstünlük mənasındadır. Üstünlük. Əla mən. O kəsin üstündəki xaseməni mənə nə inir? Düşmənçilik eləyir. Və zəfərən bimən anədəni. Hər kəs inatkarlıq eləyir məni ilə, zəfərən, zəfər ver mənə onun üzərində. Bunları təsəvvür elə, bizi bu duanı tapşıran ağa hər gün oxuyub və praktik siz onun həyatında və ona tabi olanların həyatında bir gün siz onu görürsünüz. Biz hamımız görürük. O cür deyil. Burada mən indi çox istəmirəm parantekstləri yaradım. Dərsdən sonra danışarıq. Və həbli məkrən ələ mən qayədəni. İlahi, həbli, hədiyyə elə mənə. Və həbli məkrən, mənə bir zirəklik ver. Ələ mən qayədəni. O adamın müqabilində ki, mənim üçün hilə qurur. Hər kəs hilə qurur mənə onun müqabilində zirəklik ver. Mən zirək olum ondan. Və qudrətən ələ mən iztəhədəni. İlahi, bir qudrət ver mənə, o adam ki istəyir məni məğlub eləsin, mən onu məğlub eləyim. Mənə qudrət ver. Bunlar Allahdan istəməli idi. Hətta mən demişəm, indi mövzu buna aid deyil, amma işarə kimi ərz eləyirəm. Deyir ki, İmam Zaman ağanın
vilayətində olmaq, müsəlman olmaq ona yetmir. İmam Zaman ağanın vilayətinə daxil olmaq, şiə olmaq yetmir. Şiə olmaq yetmir. Hətta deyir, İmam Zaman ağanın vilayətində olmaq üçün dua da yetərlidir. Dua. Yəni, dua etmək lazımdır ki, ilahi məni bu vilayətə daxil elə. Daxil eləmisənsə, o vilayətdə sabit elə. Dua istəyir bu. Yəni, bir gün içəri girə bilən, oradan çölə də çıxa bilir. Bunu bilmək lazımdır. O 10 nəfər var ya, adını çəkirlər. Radiyallahu anhum və radu anh. Allah onlardan razıdır. Onlar da Allahdan razıdır. Dillər tarixdə göy yazılıb 10 nəfərdirlər. İçində bəzi adamlar var. İndi getirib bizim qabağımıza qoyurlar. Əvvəla hamısı deyir ki 10 nəfərdir. Ki siz deyirsiniz əshabın hamısı xalisdir. Heç. Bu 10 nəfərdir. 10 nəfərin içində Təlhəzi də var idi, Zübeyri də var idi. Girmişdilər içəri, amma çıxdılar bayram. Yəni içəri girmək şərt deyil. Bunun çölə çıxmaq tərəfi də nədir? Mövcuddur. Onun diqqətli olmaq lazımdır ki, içəridə sabit qalasan. Səni götürüb oradan çölə atmasınlar. Bu rüzgarın tufanı çoxdur. Bu rüzgarın eniş yoxuşu çoxdur, sağa sola dalanı çoxdur, qaranlığı çoxdur, yağışı var, boranı var, bu rüzgarın hər şeyi var. Bir də görürsən, qarşıda bir yağış sel var ki, yolumu döndərir. Yəni bu yağışlar var. Maşınla gelirsən, görürsən, yolda batacaqsan da, girmirsən, yolumu döndərir. Yəni bu rüzgarın belə bir yağışı seli var. Adamın yolunu döndərə bilər. Ona görə hazır olmaq lazımdır. Nə mənada? Da sən bilirsən ki, mən burada yaşayıram. Burada yaşadığım yerin dərin yağışı var. Üzr istəyirəm, mən indi Azərbaycanca bilmirəm onun adını. Sapok lazım olsa, sapoka nə deyirlər? Çəkmə. Elə çəkmə gedir? Uzun boğaz çəkmə, hə? Bu uzun boğaz çəkmə hazırlayın ki, bu yaşadığın yerdə nə var? Dərin yağışlar var. Orada sellər olur. Ona görə uzun boğaz çəkmə də saxla. Yəni, orada da belədir. Yəni, sən fikirləşmə ki, elə nədir? O rüzgarda boran yoxdur, sel yoxdur. Belə deyil. Yəni, var. Və təkzibən limən qəsədəni. İlahi, bir nəfər mənə qəsd etmək istəyir. Nə mənada? İstəyir həyatda məni təkzib eləsin, nahaq çıxartsın. Elə et ki, mən onu başa salım, o mənə qəsd edə bilməsin, mən onu təkzib edeyim. Onlar istəyirlər ki, mənim abrımı aparsınlar. İlahi, kömək elə mənə, onlar mənim abrımı apara bilməsinlər. Qarşıma qoyduqları şey ki var, abrımı aparmaq istəyirlər. Mən elə bir dil ver, elə bir güc ver mənə, zirəklik ver mənə ki, mən onları təkzib eləyim. Deyim ki, xeyirsiz diz demirsiniz. Bu cürdür. Bəzən adamın qabağını qoyurlar da belə şeylər və bugün moddur. Bugün o moddur. Və səlahətən mimma təvəqqədəni. Buyurur ilahi, məni təhdid edənlər var. Məni təhdid edənlər var. Kömək et mənə, onların müqabilində salamat qalım. Bu hissələr oxşamır həmən o kişinin həyatına. Eyni həyatdır bax, eyni həyat. İnsan şibh məsum ya məsum
məsumluq dərəcəsinə qədər gedirsə, bilsin bu işlər başına gələcək. O tərəfə gedirsənsə belə olacaq. Və bunu da Allahdan istəməlisən. Və mən baxıram o kişinin həyatına, baxıram bu hissələrə, görürəm ki, elə eyni hissələrdir, eyni bu kişinin də qabağına çıxıb, elə eyni cür olub. Deməli, bu kişinin Allahla rabitəsi çox güclü olub. İmam Səccaddan nəfəs alıb. Və vəffiqni li ta'ati mən səddədəni. İlahi, vəffəq elə məni. O adamlar ki, itaət etmək istəyirəm, qabağımı alırlar. Mənə itaət eləmək istəyirəm. Amma onlar mənim qabağımı kesirlər. Qoymurlar mən itaət edim sənə. Bu yerdə mənə neynə? Müvəffəq elə və mutabəəti mən ərşədəni. İlahi, məni hidayət edənə tabi olmaq köməyi ver. Orada da məni müvəffəq elə. Yəni, bir dəstə insan qabağımı kesir. İtaət edə bilməyim, məni müvəffəq elə. Bir dəstə insan istəyir ki, əl atsın mənə, məndən tutub, məni hidayət eləsin, ona da tabi olmaq fürsəti mənə ver. Orada da məni müvəffəq elə. Hər iki tərəfdə məni müvəffəq elə. Onlar əllərini atırlar bizə, amma biz nədir? Əlimizi uzaqlaşdırmışıq. Dedik, baxaq, görək hələ nədir? Biraz dünyəvi işlərimiz var, biraz nəfsani işlərimiz var. Qoy, biraz ola da yola verək. Bu, nə deyirsən? Həmən yerdir də, deyir, bir nəfərə deyirlər ki, gəl, gedək məsələn həccə. Deyir, mən həccə getmirəm. Niyə? Oğlumun toyunu eləyim, oğlumun toyunda. Mən həccə getdim, gəldim, görə oğlumun toyunu içki ilə eləməyim, sonra musiqi ilə eləməyim, sonra oynamaq istəyirəm oğlumun toyunda filan. Nəfsani istəklərdir. Allah dedi ki, nə deyir, həccə getmək lazımdır. Qaldı beləcəyinə. İndi burada ağıl deyir, həccə get. Nəfs deyir, yox, bunlar qalacaq. Burada indi qələbə kimindir? Güclünün. Əgər ağlın üstün oldu, qalib ağlındır, əslində Allah, məğlub nəfsdir, yəni şeytan. Yox, nəfsin üstünlük təşkil elədi, qalib nəfsdir, sən burada Allahı neynədin? Məğlub elədin. Növbəti abzas, Allahümmə salli ala Muhammedi və aleyh, salavat ediyələ. Allahümmə salli ala Muhammed və aleyh. Elhamdülillahi Rabbil alemin. Allah qəbul eləsin.